güzel istedikli sorular sırasında yalnız sen üçüncüsən, sən işte bilirsən, bu kəlməni yemək bizim üçün çox çətin edir. Ona görə də jüri qərarı belə. Beləliklə, üçüncü yer. Pınar Ələkbərzadə. Eynilikle bugün Pınar ve onunla birlikte üçüncü yer sahibi olan Hüseyin Abdullah. Hüseyin Abdullah. Tebrik ederim. Ve en nihayet üçüncü yer sahibi sonunda Magic Show, Pantomima Show. Üçüncü yer sahibi. Üçüncü yer sahibi dediğimiz gibi Pınar kardeşim. Üçüncü yer sahibi Magic World Pantomima Teatrı. Böylelikle bu Amir ben mücadelenizde bu mükafat 3 yere bölünecek değil mi? Ben düz bu artırılacak ve 3 yere bölünecek. Yani 301 manat size düşecek. Yok, bir de rehberimize Eminlik'le dedi ki bu mükafat artırılacak. Magic Show gelin siz de bu uşaklar ve Hüseyin Abdullah gelin buraya. Bu mükafat artırılacak ve 3 çok sağ olun minnettarım. Bu mükafat üçümüzde artırılacak. Çok sağ olun. Çok sağ olun. Zorla aralarmışım. Kardeşlerim. Korku dostlarımızla birlikte bölüşelim. Çok sağ olun. Minnettarım. İkinci sahibi gençlik kardeşim. Buyurun. Sen dersin. Bu benim en sevimli səhvələrimdən biridir. Və mən bu səhvədən heç vaxt ayrılmıram. Və mən bilirəm ki, Xəzər Universiteti Azərbaycan musiqisinə, Azərbaycanın mədəniyyətinə necə böyük diqqət və qayğı ilə yanaşır. Uşaqlar, siz hamınız çox istedadlısınız. Və mən bütün müsabiqələrdə boyun qaçırıram. Ona görə ki, mən yeri böləndə həmişə laf-laf elə. Vaqlan müsabiqələr olanda mən də piyanı uşağımızlar. Bir uşaqlarımız Azərbaycanda çox istedadlıdır. Ümumiyyətlə biz çox istedadlı xalqıyıq. Ölməliyik də. Ona görə mən çox təəssüflə elə uşaqlar qalıb ki, yoxdur onlar üçün heç bir mükafat. Amma ki, sizin hələ həyatınız qabaqdadır, gələcəyiniz. Ona görə mükafatların Мы очень долго думали, сидели и не знали, как распределить эти места, потому что на самом деле места всего 3, а талантливых, замечательных исполнителей очень много. Поэтому мы, в общем, все делим. İkinci yer 2 yere bölünür. Nadalar Hanım. Второе место мы присудили Арзу Джалиловой.
həmişə. Amma doğrudan da çox həyəcanlıyam. Konsert müddətində, yarış müddətində və sonra gedib jüridə söhbət edəndə və indi və bu başa düşüləndə heç bunu izah edəməyə ehtiyac yoxdur, çünki burada çox istedadlı insanlar əyləşirlər, həm salonda, həm burada. Hamı yarı sözdən bir-birini başa düşür. Bir dəfə neçə illər bundan əvvəl mənə qeyri-adi dərəcədə təsir edən bir səhnə olmuşdu. Paralimpik oyunları gedirdi. Bilirsiniz ki, orada müəyyən problemləri olan insanların da yarışları olur, olimpiyası. Qaçış idi. Qaçış idi. Uzun məsafəyə qaçış idi. 1 kilometr kimi bir məsafəyə. Axıra yaxın qalanda, haradasa 50 metr qalanda 2 nəfər yanaşı gedirdi, qaçırdı. Yanaşı qaçırlar, bilinir kim birinci olacaq. Biri yıxıldı. Yıxıldı, nə qədər çalışdı, qalxa bilmədi. Və o biri qabağa keçdi. Bir 10 metr gedəndən sonra durdu. Geri qayıtdı, yıxılan olaraq qaldırdı, bərabər qaçdılar birinci yerə. Bu cür yarışların ən böyük gətirdiyi uğur, ən böyük səadət, xoşbəxtlik, sevinç bu insanların bir yerdə dost kimi bərabər çalışmasıdır. Bunlar rəqib olmaqdan qat-qat çox dostdular, yaxındılar və mən eşitmişəm ki, mən heç vaxt onların məşqlərinə gəlməmişəm, görməmişəm. O həm qayğı ilə elə olmalıdır, həm də özüm düşündüm ki, elə qoy sərbəst olsunlar. Amma mən bir şey eşitdim ki, burada hər biri məşq edəndə o birlər maksimum çalışıblar ki, onlar daha yaxşı çıxış eləsinlər. Ona yardım eləsinlər. Müxtəlif sürgəsilər, biri səsi düzəldir, biri paltarını düzəldir, biri arxadan görürsünüz ki, mikrofonu düzəldir və olur. Bax, bu əsas olan qalib bu gün, ən böyük qalib, bu ruhdur, bu dostluqdur, bu birlikdir. Universitet də məhz ona görə Xəzər Universitetindən bir uğur varsa, o böyük dostluq və yarış ruhunu saxlayır. Çünki nə qədər olsa da insanlar həyatda həm də yarışırlar. Dost ola yarışırlar. Çünki yarış bizi qabağa aparır. Yarış o demək ki, biz irəli getmək istəyirik. Hərəkət bizi rapıda. Buna görə mən hamını təbrik edirəm. Hamını. Və döyüldüyü kimi çox çətin oldu bizə. Amma mən birinci yerləri elan edəcəm. O günüm olan burada.